İran'a siyasi alternatif veya İran İslam Cumhuriyeti'nden sonra seçilen siyasi sistem ne olmalıdır diye düşünmemiz lazımdı. Bugün merkezçiler meydana iki alternatifle gelipler. Padişahlıq və ya səltənət alternativi ilə Rıza Pəhləvini öndə qoyurlar. Cumhuriyyətçilər isə Mücahidin Xalq və başqa cumhuriyyətçi qruplar onu alternativ kimi göstərirlər. Amma bizim alternativimiz nə səltənət və nə də yalnız cumhuriyyətdir, bəlkə federal cumhuriyyətdir. Federal cumhuriyyətlə səltənətin və yalnız cumhuriyyətin fərqlərini əlbəttə biz göstərməliyik. Amma göstərmədən öncə bir mühüm faktora işarə etməliyik. Qeyri-fars xalqların aktivistləri içində və ya siyasi partiləri içində federalizm yalnız qeyri-fars xalqların milli haqları üçün meydandadır. Yəni, bizimkilər federalizmə ələ alanda nə üçün federalizm deyəndə deyir, qeyri-fars xalqlar milli haqları qazanmaq üçün türklər Azərbaycanda, Kürdlər Kürdistanda, Bəluçlar Bəluçistanda və haqq qazanmalıdırlar. Halbuki bu söyləm bu formada meydana gələndə, yəni federalizm yalnız qeyri-fars xalqların haqları əldə olsun deyə meydana gələndə Fars xalqı və ya Fars xalqının siyasi nümayəndələri və ya mərkəz partiyaları deyirlər, bu federalizmin bizdə ilgisi, əlaqəsi yox. Çünki bu federalizm yalnız qeyri-fars xalqlar üçün meydana gəlmişdir. Yəni əməldə adın çəkdiyim federalizmlə meydanda olanda, yəni federalizm ki yalnız qeyri-farsların hüququndan müdafiə etmək üçün meydanda olursa, fars siyasi cərəyanlar ya mərkəz cərəyanları o federalizmi bir qovmi və ya etnik bir federalizm kimi algılayırlar, onunla ara açırlar və hətta ona mövqe tuturlar. Halbuki biz federalizmi meydana gətirəndə birinci dərəcədə qeyri-fars xalqların haqları deyil, bəlkə federal bir cumhuriyyətin alternativini ortaya getəndə İranın demokrasisi üçün deyə təqdim olunmalıdır. Həqiqətən də bundan ötürdür. Çünki o adın çəkdiyimiz demokrasi olursa, orada qeyri-fars xalqlar da istər-istəməz bərabər hüquqa sahib olacaqlar. Federal bir cumhuriyyət İranın gələcək demokrasisi üçün önəmli və əsaslı bir alternativdir, bir siyasi sistemdir. Belə təqdim olursa, farslar da və mərkəzdə onun içinə yerləşir. Yəni, demokrasi İranda hər kəsi ilgiləndirir, əlaqələndirir, maraqlandırır. Yəni, əgərsə federal cumhuriyyət demokrasiyə bir alternativ kimi meydana olursa, istər-istəməz onun içində qeyri-fars xalqların haqları da iadə olacaq. Əlbəttə, bu sözüm o mənalı deyil ki, qeyri-fars xalqların haqqından danışılmasın, yox. Amma İrana, gələcəyə, İran rejiminə bir alternativ sunursaq, bir siyasi nizam onun yerinə qoymaq istəyirsək, bir müəyyən şüar xalqlara deyib və o şüarın arxasında getmək istəyirsək, İran dövlətinə gələcək üçün bir alternativ meydana qoymalıyıq. O da cumhuriyyət və federalizmdir və bu ikisinin bir-birinə yan durduğunda sentezi demokrasi olacaqdır. Hətta biz bunu göstərməliyik ki, federalizm olmadan İranda demokrasinin gerçəkləşməsi, meydana gəlməsi qeyri-mümkündür. Biz bunu göstərməliyik. Göstərməliyik ki, bugün mərkəzdə olan siyasi qüvvələrin hangisi demokratdır ki, siyasi gücü əlinə alsın və ya əllərinə alsınlar və o vasitə ilə İrana demokrasi gəlsinlər. Səltənətçilər mi demokratdılar? Mücahidin xalqı mı demokratdır? Cibhi milli mi demokratdır? Pan-İranistlər mi demokratdılar? Mərkəzdə olan islahatçılar mı demokratdılar? Kimlər demokratdılar ki, siyasi gücü onlara verməklə İranda İslam Cumhuriyyətindən sonra demokrasi gerçəkləşsin? Halbuki, federal cumhuriyyətdə istər-istəməz siyasi güc fərqli bölgələrə və iyalətlərə bölünməlidir. Məşrutiyyət devrinin anayasasında, qanun əsasında Əncüvənhay iyaləti və vilayəti unvanı ilə yazılan primitiv və əvvəliyyə formada federalizmin İranda formalaşması izah olunur. Orada əyalətlərdən və vəlayətlərdən ad çəkilir. Ona görə federalizm İranın tarixində və hüququnda kökü var. Bu vasitə ilə cumhuriyyətə dayanan bir federalizm İran İslam Cumhuriyetindən sonra
yalnız bir sistemdir ki, İranın tamam xalqlərini ilgiləndirir, mərkəz və çevrəni yaxınlaşdırır. Eyni halda siyasi gücü fərqli əyalətlərə bölməklə siyasi demokrasinin ilk payalarını İrana tikir. Bu baxışla birinci dərəcədə federalizmi İranda siyasi demokrasinin gerçekleşmesine ciddi bir addım atılır. Cumhuriyetçi bir federalizme geçtiğimizde ilk öncede siyasi bir demokrasi meydana gelir. Yani İran xalqlarının geçen yüzyılda ona mücadele ettiği məqsəd ve hedef gerçekleşir. Ama federalizmin İranda gerçekleşmesi yalnız demokrasi sorununa cevap değil. Federalçı bir cumhuriyete geçende qadın məsələsinin çözümü və qadın kişinin bərabərliyi təmin etmə məsələsində də federalizm böyük bir addımdır. Çünki orada belə bir federalizm çərçivəsində Bəluçistan qadın məsələsi ilə mərkəz qadın məsələsinin təfavütləri ortaya çıxır və Bəluçistanda qadın məsələsinə odaqlanılır. Bəluçistanda, Kürdistanda, Ərəbistanda və ya Azərbaycanda və ya Lorestanda qadın məsələsi öz özəllikləri ilə o bölgələrdə ələ alınır. Qadın kişi bərabərliyinə tərəf ciddi addımlar atılır. Federalizm qurulduğunda İranda yaşayan xalqların milli kimliyi rəsmiyyətə tanınır. Onların dilləri rəsmiyyət tapır. Federalizmi deyəndə xalqlar çevrə məsələsi ilə öz əyalətlərində yaxından ilgilənirlər. Və bu vasitə ilə hətta işçilər belə federalizm çərçivəsində o bölgənin kültür, mədəniyyət və ənənələrinə baxaraq özünü organizə etmə və məsələsi ilə yaxından çaba və çalışmada olur. Və genəldə işçi hərəkatı fərqli əyalətlərdə bir-birinə yaxınlaşmaqla güclü bir iş hərəkatı İranda yaradır. Qadın hərəkatı isə fərqli əyalətlərdə bir-birinə yaxınlaşır və qadın hərəkatını bir interseksionalisti baxış açısından meydana qoyur. Xalqlar hüquq qazanırlar və bu vasitə ilə demokrasi özünə bir zəmin qazanır. Ona görə İranda cumhuriyyət və federalizm bir-birinin yanına gələndə əsas məqsəd demokrasi və hətta radikal demokrasinin gerçəkləşməsi məqsəd və məqsuddur. Bu vasitə ilə federalizm cumhuriyyətlə barışanda İranda bir demokrasi yeli əsməyə başlayır. Həqiqətən İranın gələcəyi, İranın gəlişməsi, cumhuriyyət və federalizmin barışması və onun sonucu demokrasinin gerçəkləşməsi ilə bir yerə varacaqdır. Bu alternativin qarşısında istibdadi təmsil edən cərəyanlar, səltənətçilər və yalnız cumhuriyyətçiləri aydınca onların nümayəndələri ilə görür. İndi seçim sizdədir. Təşəkkür məni dinlədiyiniz üçün.